Çox bağışlayan, çox mehriban Allahın adı ilə çox maraqlı təlimimizə başlayaq. Baş qoşmamaq sənəti. Biz Süleymanla müzakirə edirdik bu haqda. Mövzunun adı nə olsun? Əslində bu haqda bir fikir yazmışdım. Nadana, cahilə və yaxud qanmaz. Qanmaz bizim də biraz ağır səslənir. Halbuki çox belə, çox da ağır ifadə deyil. Nadana baş qoşmamaq sənəti filan. Sadəcə düşündüm ki, paylaşım olaraq posterdə belə yazmaq bəlkə də doğru səslənməz və dedik, baş qoşmamaq sənəti qoyaq adını. Öz aramızda nə lazımdır danışarıq. Nadana baş qoşmamaq və ümumiyyətlə, həm də ona görə ki, təkcə söhbət nadana, cahilə, qanmaza və s. baş qoşmamaqdan getmir. Ümumiyyətlə, baş qoşmamaq sənətindən söhbət gedir. Ümumiyyətlə, əhəmiyyət verməmək sənətindən gedir. Biz lazımsız şeylərə çox əhəmiyyət veririk. Həm də söhbət bundan gedir. Təlimimizə belə başlamaq istəyərdim ki, bir şagird gəlir ustadının yanına, qəbuluna. Deyir ki, ustad, bütünlüklə konfliktlərin, didişmələrin içindəyəm. Ailədə qırğın, dostlarla qırğındayam. Ailəm qarşı bir-birinə də gedirəm evə, xanım başlayır, deyir, arxa pərdədə. Deyinir filan, cavab verirəm, aləm dəyir bir-birinə, qırğın düşür, cavab vermirəm belə, dostlarla belə və s. şikayətlənir. Çox da ər verdi bir ustaddır. Ustad da deyir ki, oğlum, düşün ki, sənin bir ay ömrün qalıb. Necə eləyərdin, necə davranardın filan. Bu tələbə elə bu sözü, fikri eşidən kimi deyir, ustad, mən qalxım, görür nəsə özünü narahat hiss elədi. Çıxır çölə, ustada çox dəyər verirdi, çox dəyərli bir şəxsiyyət idi, bəsirət gözü açıq filan falan. Bu düşünür ki, ustad bu sözü elə-belə demədi mənə. Ustad bildi nə dedi ki, mənim doğrudan bir ay ömrüm salır beyninə ki, mənim bir ay ömrüm qalıbmış filan. Gedir fikir evə. Biraz özünə gələn fikir, bir ay ömrüm qalıb, nə etməliyəm, vacib işlərim var, onları görməliyəm. Başlayır diqqətini ayırmağa o işlərə, çaçmazlığı, bunları rahat eləsin, bundan halallıq alsın, bunu belə eləsin. Xanım gəlir, deyir, nə deyirsən, haqlısan, nə söz deyir, fikir vermir, çünki fikir vermə vaxtı yoxdur, bir ay ömrü qalıb, heç kimə də deyə bilmir. Bax, belə çox gözəl işlər görür, o bir ayını çox gözəl dəyərləndirir. Bir 10-15 gün keçəndən sonra görür ki, xanım da artıq deyinmir, eləmir, sakitləşib o da. Görür ki, adam baş qoşmur öz işində, güzündə. Dostlar da o söz atırdılar, lağlağı, replika filan. Bunlar da heç düzəliblər, bunlar da bir şey eləmirlər belə. Deyir ki, hamısı bu ustadın bərəkətindən də getdim bir kəlmə ustada dərdimi açdım. Nəticə belə oldu. Bir aydan sonra gəlir, sonuncu günü gəlir ustadının qəbuluna ki, gəlsin desin, ustad, sonuncu günü sənlə bir yerdə keçmək istəyirəm, belə ustad. Gəlir, deyir, belə, ustad deyir, vallahi mən o sözü elə qurmuşdum. Yəni, sənə nəyisə başa salmaq üçün deyirdim. Allah uzun ömür versin sənə, bir ay falan qalmayıb. Amma gör nə gözəl deyir, nəticə verib. Gör nə gözəl nəticə veribsən, hər şey düşüb yoluna. Sən baş qoşurdun. Məsələ budur ki, sən proseslərə baş qoşurdun deyə düzəlmirdi. Bəzən bizim düzəltmək cəhdlərimiz işi korlayır. Bəzən bizim fəlsəfəçiliyimiz işi korlayır. Burada bir kitab müəllif edeyim sizə, təqdim edeyim. Mark Manson adında bir müəllif. Kitabın adı Vecinə almamağın incə sənəti adında. Vecinə almamağın incə sənəti çox yaxşı müəllifdir. Bir neçə kitabı var, Azərbaycan dilinə tərcümə olunan kitab budur. Vecinə almamağın incə sənəti. Mark Manson Amerikalı bir mentordur. Orada çox gözəl mətləblərdən danışır Manson. Deyir ki, məsələn, insan baş qoşmaya bilməz. Yəni, baş varsa o harasa qoşulmalıdır. Biz insana deyə bilmərik ki, baş qoşma. Biz insana deməliyik ki, nəyə baş qoş? Daha vacib şeylərə, daha ciddi şeylərə. Sən hər şeyə baş qoşursansa, deməli sənin işin yoxdur. Sənin ciddi məşğuliyyətin yoxdur.
sənin ciddi bir işin varsa, ciddi bir məşğuliyyətin varsa, təbii olaraq sən bir çox şeylərə baş qoşmayacaqsan. Şuurlu seçim etməkdən danışır Manson o kitabında. Tövsiyə edirəm, çox yaxşı kitabda oxumaq üçün. Şuurlu seçimdir ki, tələyə düşməyin. Bir var ki, siz kimlərinsə oyununu oynayırsınız, kimlərinsə tələsinə düşürsünüz. Bir var ki, özünüz şuurlu olaraq seçirsiniz ki, nəyə baş qoşmağı, nəyə baş qoşmamağı. İnci xanım çox yerində qeyd elədi ki, həyat elədir ki, biz orada deyə bilmərik. Ümumiyyətlə, heç nəyə baş qoşmamaq lazımdır, hər şeyi boş vermək lazımdır. Zaten Manson'un üstünlüyü də buradadır ki, bu trendə qarşıdır. Deyirlər, heç nəyə baş qoşmayın, hər şey boş şeydir. Yox, bu belə demir. Deyir, belə deyil. Yenə də niyə? Çünki şərq fəlsəfəsi ilə tanışdı. Deyir, belə eləməyin. Daha vaciblərə baş qoşmaq lazımdır. İnsan şuurlu seçim etməlidir ki, nə mənim üçün dəyərlidir, nə mənim üçün qiymətlidir və bunun üzərinə yola çıxmalıdır. Əgər bugünkü mövzumuz desək budur ki, nadana baş qoşmamaq, cahilə baş qoşmamaq və yaxud o dediyimiz ifadə ilə qanmaza baş qoşmamaq. Qanmaz nədir? Bizə biraz ağır səslənir. Qanmaz yəni qanmayan adamda. Bu bir təhqir deyil. Sadəcə təəssüf ki, bəzən belə olur insanlar. Bəzən təəssüf ki, belə olur. Yəni, bəzən insanlar bəzi şeyləri bilmək istəmir. Baxın, dostlar, burada bəzi məqamlara işarə etməm lazımdır. Birincisi budur ki, fəlsəfəçilik zəiflik əlamətidir. Bəlkə bu sizi bir çox mübahisələrdən çıxardacaq bu fikir. Bir çox mübahisələrin içindən çıxacaqsınız. Fəlsəfəçilik birisi nədir? Yəni, çərənləməkdə uzun-uzadı, hətta doğru danışmağı. Məsələn, tutalım, kimsə sənə deyir ki, sən bu suyu içməli deyilsən. Sən də bir saat danışırsan ki, sübut eləyəsən ki, mən bu suyu içməliyəm əslində. Deyirəm, qardaş, lazım deyil. Götür o suyu iç və denən ki, mən yanlış bir şey eləmirəm. Kifayətdir, bu cümlənin özü də, bəlkə burada məndən, filandan, məni də çıxartmaq olar oradan bəlkə. Yanlış bir şey eləmirəm. Fəlsəfəçilik zəiflik əlamətidir nadanın gözündə, bir çoxlarının gözündə. Fəlsəfə açmaq nadanlıq, zəiflik əlamətidir. Bundan qaçmaq lazımdır. Bəzən biz elə bilirik ki, öz izahlarımızla kiməsə nəyisə başa salacağıq. Yox, belə deyil. Qarşı tərəf buna hazır deyilsə, frekanslar eyni deyilsə, yorulmaqdan başqa bir şey olmayacaq. Kimdir cahil? Kimdir nadan? Əvvəl bunun haqqında biraz danışmaq lazımdır. Deyirik, nadana baş qoşmayaq. Kimdir? Nadanın əlamətləri nədir? Yer gəlmişkən bizim bir təlimimiz olub yaxında, Cəlilabad şəhərində. Mən izlədim, baxdım. Yaxşı təlimdir. Yəni, orada saqqallı uşaqdan danışmışıq. Saqqallı uşaqların əlamətləri. Saqqallı uşaqların əlamətləri. Yəni, insanlar saqqallı uşaqlardır. Çox qəşəng bir mövzudur və neçə vaxt uzun zamandır bir kitabda üzərində işləyirəm, böyümə vaxtıdır. Saqqallı uşağın maraqlı əlamətləri var. Biz onları izləyəndə görəcək ki, bəlkə əslində biz də saqqallı uşaqlarıq. Yəni, saqqal burada şərtidir də, yəni böyümüşük, kifayət qədər yaşımız var, amma mənəvi olaraq, psixoloji olaraq böyüməmişik. Bundan o təlimdə danışmışıq. Böyümə vaxtıdır, onu izləmək yaxşı faydalı olardı. İndi kimdir cahil? Nadan adam kimdir? Psixologiyada bir effekt var, Dunning-Kruger effekti deyirlər. Dunning-Kruger, bu əslində iki müəllifin adı ilə bağlıdır. İki psixoloq dostular, bunlar bir effekt yaradıblar. Onların familiyasından götürülüb bu effektin adı. Onlar bir şəxsiyyət tipindən danışırlar ki, bizim dildə, bizim qədim ədəbiyyatda ona cəhli mürəkkəb deyirlər. Yəni, adam bilmir və bilmir ki, bilmir. Kimdir bu effektdən əziyyət çəkən adamlar? O adamlardır ki, baxın, öz üzərimizdə bu haqda düşünək. Bir mövzuyla bağlı 3 dənə, 2 dənə kitab oxuyur, düşünür ki, əllamədir. Bir mövzuyla bağlı az-maz maraqlanır, düşünür ki, o sahəni çox dərindən bilir. O sualların içində var idi, çıxmadı, müəllim yoxsa tələbə.
O gün bizim dəyərli dostumuz Fərid Abdullah burada qonaq idi. O həyat fəlsəfəsindən danışırdı. Mənim həyat fəlsəfəm, belə bir layihəmiz var. Mənim həyat fəlsəfəm, mütəxəssislər gəlib danışırlar. Bizə maraqlıdır, onların həyat fəlsəfəsi nədir? Onlardan biri bu idi. Fərid bəy deyirdi ki, mənim həyat fəlsəfəm budur ki, tələbə olacaqsan, müəllim olmayacaqsan. Həyatda tələbə olacaqsan. Amma biz dərhal müəllimlik rejiminə, moduna keçirik. Müəllimlik modu. Hamı bir öyrətmək eşqindədir. Hamı bir müəllimlik modundadır. Tələbə olacaqsan, bir xeyli müddət tələbə olacaqsan. İndi danışanlar, mən bir dəfə yazmışdım, dostlar, indi rahat-rahat danışanlar, inanın ki, uzun zaman susub və dinləyiblər. Uzun zaman oxuyublar, uzun zaman öyrəniblər. Bu cahil cəsarəti var ki, bəzilərində 3 dənə şey bilən kimi o sahədə əllamə. Danışmaq öz-özündə pis bir şey deyil. Əllamə kimi danışmaq pisdir. Yəni, o məsələni kökündən bilər kimi danışmaq pisdir. Sual vermək, öyrənmək, etiraz eləmək, tənqid etmək, bunlar çox gözəl şeylərdirlər. Buna qarşı deyilik. Sadəcə bu kafada, bu mindsetdə, bu zehniyyətdə olmaq ki, mən də bu məsələni dərindən bilirəm, belə deyil. İmam Əlinin bir sözü var, ondan əvvəl bunu deyim. İmam Əli deyir ki, cahillə mübahisə eləməyin, çünki kənardan ikiniz də eyni görsənirsiniz. Cahillə mübahisə eləyən adam kənardan eyni görsənir. Mark Twain isə deyir ki, cahillə mübahisəyə girişmə, çünki onun oyunudur. Mübahisə cahilin, nadanı və o orada peşəkardır. Sənsə orada ibtidaisən. Səni orada elə fənlərə salacaq və sənə qalib gələcək. Cahillə mübahisəyə girişmə. O ki, səni əsəbləşdirdi, o qalib gəldi. O ki, səni özündən çıxartdısa, qalib gəldi. Onun məqsədi zaten odur. Nadanın məqsədi zaten odur. Cahilin məqsədi zaten odur. Səni özündən çıxartmaq. Baxın, belə bir məşhur fikir var. Deyir ki, dünyanın problemi odur ki, suyu tikanların dibinə tökdülər. Suları tikanların dibinə tökdülər. Bir şeyi diqqətdə saxlamaq lazımdır ki, suyu tikanın dibinə tökmək təkcə mənasız bir iş deyil, təkcə absurd bir iş deyil, həm də ziyanlı bir işdir, pisdir. Bir var deyəsən ki, mənasız da tikanın dibinə su tökərlər, bir də var deyəsən ki, yox, bu təkcə mənasız deyil, həm də ziyanlıdır. Siz nadanla, insan nadana baş qoşaraq, onunla mübahisəyə girərək, sanki tikanın dibinə su tökür. Çünki onun istədiyi odur. Sən onun istədiyini ona verirsən. Sən onun egosunu bəsləyirsən. O cəhalətində daha da dərinləşir. Ciddi bir iş tapmaq lazımdır özünə. Ciddi bir hədəfi olmalıdır insanın, ciddi bir məşğuliyyəti olmalıdır insanın. Onda bu şeylər çox əhəmiyyəti görülməyəcək ona. Bu danışır, o belə deyir. Statik adamdır. İki insan tipindən təlimlərinin birində danışmışdıq. Dinamik, statik tip. Dinamik adam, statik adam. Ailə ilə bağlı, mənim ailəmlə bağlı belə bir mövzumuz vardı, təlim vardı. Orada danışmışdıq ki, ailə seçimində diqqət edin ki, bu adam dinamik adamdır, yoxsa statik adamdır. Statik adam kimdir? Dəyişməz adamdır. Yəni, dağ yerindən oynayar, amma bu dəyişməz. Dəyişməz adam da qəti budur, hər şeydən əmindir, heç bir söhbətə açıq deyil, heç bir doğruya açıq deyil. Dinamik adam kimdir? Doğru onun üzərində hakimdir. Başa düşsə ki, bu belədir, qəbul eləyəcək onu. Cahil adam sənlə söhbətdə buna fikir vermək lazımdır ki, sənlə söhbətdə 1000 dənə doğru deyəcəksən, bir dənə yanlışın olacaq. Ondan tutacaq və qalib gələcək sənə. Bizim dostumuz vardı, idmançı dostumuz, heç yadımdan çıxmaz. Deyirdi ki, biraz özünü öyən bir qardaş idi. Deyirdi ki, gənclik vaxtımızda deyir, qardaşım, qarşı tərəfin bir barmağı keçsin mənim əlimə kifayətdir. Bircə barmağı deyir, keçsin mənim əlimə kifayətdir də, o dərhal dizlərimin altına vuracam kürəyini yer. Cahil adam o belə bir adamdır. Qəşəng sözləri danışırsan, gözəl söhbət edirsən, məntiqli, görsən ki, dinləyir səni filan.
bir dənə orada yanlış bir söz dedin, dayanacaqsan, o oradan yapışacaq və səni vuracaq yerə. Onu təyin etmək lazımdır. Dərhal hiss elədin ki, qarşı tərəfdə dinləmək, öyrənmək, başa düşmək mədəniyyəti yoxdur. Dərhal hiss elədin ki, ona mənasızdır yola getmək, onunla mənasız danışmaq, bundan qaçmaq lazımdır. Amma mənim bir qeydim, burada xüsusi qeydim bundan bağlıdır ki, o gün bu haqda da yazmışdım. Bu məsələni də ilahiləşdirmək mümkündür, dostlar. Məsələləri ilahiləşdirmək həddindən artıq vacib bir şeydir. Baxın, düşünün ki, özünüz üçün bir şey istəyirsiniz Allahdan. Özünüz üçün bir şey istəyirsiniz. Məsələn, sağlamlıq istəyirsiniz. Bunu iki cür istəmək olar. Məsələn, özünüzə qulluq eləmək istəyirsiniz. Özünüzə vaxt ayırmaq istəyirsiniz. Bunu iki cür etmək mümkündür. Bir cür budur ki, deyirsən ki, özünü düşün. Mən özümü də düşünməliyəm də, mən də insanam. Nə olub, niyə mən özümü düşün? Başqaları düşünmək, düşün. Mən deyirəm ki, dostlar, müasir psixologiyada bəzi şeylər deyirlər, haqlıdırlar zahirən. Zahiri plasda qəşəng söz deyirlər, amma doğru qurmurlar cümlələri. Qaynağı doğru deyil. Bəli, insan özünü düşünməlidir. Əlbəttə ki, insan özünü düşünməlidir. Amma o niyyətlə yox ki, sən də insansan, bəsdir başqalarına vaxt ayırdın, özünü xərclədin, nə bilim, filan, yox, bu kafa ilə yox. İnsan düşünməlidir ki, mən özümü niyə düşünməliyəm? Ona görə özümü düşünməliyəm ki, mən insanların xidmətində dura bilim. Ailəmin, əzizlərimin, mən onların qulluğunda uzun müddət dayana bilmək üçün mənim mükəlləfiyyətim, mən həyatda olmalıyam. Mən bir şeirimdə yazmışdım ki, mən içində onlarla insan daşıyan qataram. Qızım, reysdən çıxsam tək mən əzilməyəcəm. Mən içində onlarla insan daşıyan qataram. İnsan özünə baxanda bu kafa ilə ki, mənim reysdən çıxmağım təkcə mənə görə deyil. Tamam da, bir gün reysdən çıxacaq, bir gün gedəcəksən, bir gün olmayacaqsan. Amma bu kafa ilə insan baxanda, bu zehniyyətlə ki, başqaları var bu qatarın içində, onlar əziləcəklər, birinci mükəlləfiyyəti insanın olur özünün qulluğunda. Bu artıq ibadət olur. İnsanın özünə qulluğu ibadət olur. İlahi rəng olur bunun içində. Söhbət bundan gedir. Bütün məsələlərə bunu qoşmaq olar, tətbiq etmək olar. Özünə sərvət istəyəndə, nədir axı o sərvət? Nədir o sərvət axı? Mən bir dəfə yazmışdım ki, nə acizsən ay adam, bir qarın yeməklə doyursan. Bunu bilirsiniz, harada adam hiss edir? Böyük süfrələr olur, qonaqlıqlar, bircə quş südü yoxdur da orada. Hər şey var, gəlsən biraz yedin, doydun da, bu qədər nemət var da sən doymusan. İnsan acizliyini göstərir. Nə qədər acizsən, bir qarın yeməklə doyursan da, sən bundan ibarətsən də. Bayram ərəfələri bunu hiss edirsən. Yemək, içmək falan, yeyirsən, pis olursan da, rahat olur, biraz normadan artıq yeyəndə pis olursan falan. Budur da insan. Nədir o sərvət? O sərvət istəyi nədir? O var dövlət istəyi nədir? Belə özün üçün istəyirsənsə balacasan. Amma insan istəyə bilər o sərvəti bu niyyətlə ki, xidmətdə dayanım. İnsan bilir ki, bugün mənim müəyyən sərvətim olsun, nə gözəl işlər görə bilərəm, nə gözəl xidmətlər göstərə bilərəm. Bu niyyətlə Allahdan sərvət istəmək, bu ilahilikdir. Qaynağı düzəltmək lazımdır, dostlar. Bəzən məsələnin özünü yox, qaynağını düzəltmək lazımdır. Zahirən yenə eyni həyata davam edirsən. Zahirən yenə eyni işi görürsən. Mənim bir əzim vardı. Bəziləri o qədər doğmalaşırlar, adam pasiyent deməyə də dili gəlmir. Deyirdi ki, müəllim, mən 20 ildir eyni işi görürəm və indi siz deyirsiniz, mən yenə də eyni işi görməyə davam edəcəm. Sadəcə niyyəti dəyişəcəm. Amma yerdən göyə qədər başqa bir şey olacaq. 20 ildir deyir, mən bu ailədə eyni işi görürəm və siz fərqli bir şey demədiniz. Mən gəlmişdim ki, siz deyəcəksiniz ki, bu suyu verirdim, bu suyu da vermə, əsirgə. Mən gəlmişdim, siz deyəcəksiniz ki, filan jestə eləyirdin, da eləmə. Yox, eyni şeydir. Niyyətini dəyişmişəm. Niyyətini dəyişəndən sonra deyir ki, 1 stəkan su verirdim, indi 3 stəkan verirəm suyu. Hətta artıb. Amma mən xoşbəxtəm.
Amma mən yaxşıyam. Qaynaq çox mühümdür. İşlərimizin kökünə baxmaq lazımdır. Tamam. Baş qoşmamaq sənəti. Biraz yişaxana çıxırıq, baş qoşmamaq sənəti. Güya biz bir adamlarıq, kimlərəsə baş qoşmuruq. Mən onu görürüm, bunun qaynağını ilahiləşdirməsən, bu şeytani bir şey olar. Hə, güya mən Allaməyəm, heç kimə baş qoşmuram, mənim çox mühüm işlərim var, mənim çox baş qoşmuram sənə. Yox, belə olmamalıdır. Baş qoşmamaq sənəti də müxatəb mərkəzli olmalıdır. Sən onu bəsləyirsən, onun haqqa çatmaq imkanlarını məhdudlaşdırırsan. Sən su verirsən tikana, onun tikanı qurumalıydı, ona su verən olmasaydı o tikanı öləziyəcəkdir, solacaqdır, gedəcəkdir, qutaracaqdır bu. Amma sən öz mübahisənlə, öz baş qoşmağınla onu yəni hidayət imkanlarını məhdudlaşdırırsan. Yəni, belə mərkəzli olmalıdır. Baş qoşmamaq o nöqteyi nəzərdən. Baş qoşmamaq o nöqteyi nəzərdən ki, həm də sənin dostlardan birinin qəşəng bir sözü var idi, dəyərli ustadlardan deyirdi ki, sizi sevməyənlərə, dəyər verməyənlərə, incidənlərə və s. ayırdığınız vaxt sizi sevənlərin vaxtından gedir. İnsan enerjisi məhduddur. Siz buna ayıranda o vaxtı, əslində bunun vaxtını uğurluyursunuz. Bax, bu kafa ilə baxın məsələyə. Mən buna baş qoşanda bunun vaxtından uğurluyuram. Bu fərqindəliklə. Çünki insan enerjisi məhduddur. Mənim vaxtımı sərf etməliyəm anama, əzizimə, dostuma, yaxınıma, bu işə, bu gücə. Amma bura mən vaxtımı sərf etməklə təkcə o deyil ki, mənim vaxtım gedir. Həm də mən bir digərinin vaxtından uğurluyuram. İnsan enerjisi məhduddur. Mən günlərin bir günü uşaqlar evdə, oğlum dedi ki, məsələn də yazı yazıram, yazının içində məşğul olursan, evdə yazı yazanda çox qərq olursan yazının içində. Uşaq gəlir, nəsə soruşanda heç eşitmirsən. Deyirəm, bir insanın bir işi olanda, məşğul olanda çox şeyləri eşitmir. Belə yəqin dəfələrlə olub. Bir gün oğlum mənə dedi ki, ata, bizim bir proqramımız var deyib, Rusiyada yaşayanda Pavideniya proqramı, yəni davranış da belə. Orada biz həftədə bir dəfə ailə olaraq müzakirə edirdik. Ümumiyyətlə, davranışlarımızı qiymətləndirmə edirdik. Kim günləri bu həftə boyu necə davranır filan. Uşaq idilər onda, uşaqlar. Orada dedi oğlum, dedi ki, bəzən mənə elə gəlir ki, sən yazılarını bizdən çox istəyirsən. Bu mənə şillə kimi dəydi. Bu haqda bir essedə yazmışam. Bəzən mənə elə gəlir ki, sən yazılarını bizdən çox... İnsan enerjisi məhdudda bir şeyə diqqəti çox ayıranda digər şey diqqətdən kənarda qalır. Onu düzgün tənzimləmək lazımdır. Baş qoşmamaq məsələsi budur, baxın. Bu kafa ilə, bu zehniyyətlə olmalıdır. Mən ona görə baş qoşmuram ki, mən bura baş qoşanda nə qədər vacib şeylərdən mən kənarda qalıram. Enerjimizi tükələn insanlar var. Psixologiyada vampir insanlar deyilir. Vampir insanlar. Biz deyirik ki, tamam da evi yoxdur, filandır, bəsməkandır, güya o gün yazmışdım. Həzrət İsa'dan artıq olmayacaqsan ki, Həzrət İsa deyir ki, ölüləri dirildən mən, bir gün görürlər ki, qaçır. Hara qaçırsan, deyir, mən cahildən qaçıram. Ölüləri belə dirildən Həzrət İsa cahildən qaçır. Ona görə yox ki, onu əhəmiyyətsiz sayır, onu mənasız sayır, dediyim qaynaqla. Yəni, daha ciddi işlər var, daha ciddi əmək sərf eləyəli adamlar var. İnsanlar var sənin həsrətindədir, insanlar var sənin diqqətinin həsrətindədir. Sən nə burada onu xərcləyirsən boş-boşuna? Və düşünün ki, təkcə mübahisə aktının özü deyil. Dərdi bu olsaydı, dostlar, məsələn, mən bir insanla mübahisə edirəm. Təkcə mübahisə aktının özü deyil, həm ona qədər, həm ondan sonra bizim vaxtımız xərclənir. Yəni, bir mübahisə belə deyil, insan bu qədər böyüyə bilmir. Bəli, elə insanlar da var, tutalım mübahisə bitdi, hər şey də bitdi, çıxıb çölə başqa adamdır. Amma insan belə deyil də, insan təsirlənən varlıqdır. Bir mübahisə varsa, bir neçə saatda biz onun təsirində qalırıq. Bir mübahisəyə gediriksə,
neçə saat əvvəldən nə deyəcəm, necə olacaq və s. və s. Görün, nə qədər insan enerjisini oğurluyur da bir mübahisə. Ona görə insan doğru qiymətləndirməyi bacarmalıdır. İnsanın dəyərlər sistemi mövcud olmalı. İnsanın yolu olanda, insanın bir hədəfi olanda, gedəcək bəlli bir yolu olanda, o başa düşür ki, nə mənə lazımdır, nə lazım deyil. Hansı söhbət mənə lazımdır, hansı söhbət mənə lazım deyil. Hansı diqqət mənə lazımdır, hansı diqqət mənə lazım deyil. Düzdür, insan əvvəl onu təyin etməlidir. Məsələn, Leyla ilə keçən səfər maraqlanırdıq. Tutalım, qrup seçimi, tələbələr qrup seçirlər də. Əvvəl gərək qrupunu seçəsən ki, hansı qrupa imtahan vermək istəyirsən, sonra ona uyğunlaşır, hansı fənlərdən sən hazırlaşmalısın. Tutalım, birinci qrupu seçmisənsə, deməli, sən filan fənlərdən hazırlaşmalısın. Deməli, tutalım, tarix heç sənə lazım da deyil, heç mənə lazım da deyil. Trend mahnı var ya, heç mənə lazımdır. Görürsən ki, həqiqət heç mənə lazım da deyil bu məsələ. Mən hədəfimi seçəndən sonra bəlli olur ki, nələr mənə lazımdır, nələr mənə lazım deyil. İnsanın bir yolu olanda, insanın bir hədəfi olanda, bir gedəcəyi istiqamət olanda, görürsən ki, nə mənə lazımdır, nə mənə lazım deyil. Nadanla mübahisə zamanı, dostlar, nadanla mübahisə zamanı, nadan sizin emosiyanızı idarə etməyə, o sizin emosiyalarınıza toxunmaq istəyir. Onun bir priyomunu deyim də sizə, bir fəndini deyim sizə. Nadan şuuraltı olaraq, şuurlu olması, şuuraltı olaraq sizin emosiyalarınıza toxunmaq istəyir, beyninizə yox, emosiyalarınıza. Və siz bu fənnə qarşı getməlisiniz. Yəni, qarşı tərəf sizə elə bir söz deyəcək ki, dərhal coşacaqsınız. Həmən vaxt cahillə, nadanla mübahisə zamanı, müzakirə zamanı, əgər cavablarınızı yox, emosiyalarınızı fikirləşsəz, onun tələsinə düşməyəcəksiniz. Emosiyalarınızı düşünün. Məsələn, birdən-birə bir söz dedi, məşhur tarixdə var da, baxın, bunlar hamısı terapiya mövzularıdır. Bunların üzərindən keçməyin. Eşitdikləriniz fikirlər, pritsalar, rəvayətlər falan, bunları yenidən tədqiq edin, yenidən dayanın üstündə, daha da dərindən düşünün, daha da dərindən düşünün. Baxın, bəlkə də mənim ana təlimim budur, baxın, qaçmayın qabağa. Onların üstündə dəqiq düşünün. Məsələn, mən dəfələrlə olur bəzi rəvayətlərin üstündə, bəzi fikirlər, aforizmlər, dərindən düşünəndə daha fərqli mətləblər tapırsan. Həmişə bunu sənin üçün belə interpretasiya etmişdilər, belə şərh etmişdilər. Demişdilər ki, məsələn, belə bir tarixi hadisə olmuşdu, buradan nəticə çıxır ki, belədir. Məsələn, Ruminin Məsnəvisini oxuyanda, o Ruminin Məsnəvisi çox qiymətli bir əsərdir. Orada Ruminin müəyyən fikirlərindən sonra gəldiyi nəticələr var. Rumi bir şeydən danışır və deyir ki, buradan belə çıxır ki, filan şey belədir. O Ruminin gəldiyi nəticədir. Sən dayanırsan orada, görürsən ki, mən buradan nə nəticə çıxarda bilərəm? Qaçmayım qabağa. Görün, mən buradan nə nəticə çıxarda bilərəm? Məşhur rəvayət vardır ki, İmam Əli bir gün bir pəhləvan qalib gəlmişdi və o zaman sinəsinin üstündə oturanda birdən oradan hörmətsizlik elədi. O pəhləvan imamın üzünə tüpürür. Deyir ki, imam dayandı. Səhabələr, ətrafda dostlar gördülər ki, İmam Əli dayandı. Yəni, dayandı. Dərhal əslində bir qəzəb gəlmişdi. Qarşı tərəf şuuraltı olaraq emosiyalarına toxunmuşdu. Emosiyalar coşa gəlmişdi. Sən qalib gəlmişsən, altdan yuxarı sənə bir təhqir edir, hörmətsizlik edir. Sən o zaman nə edirsən? Dərhal deyirsən ki, bu dəqiqə mən sənə göstərəm. Amma deyir ki, İmam Əli dayandı. Soruşdular, niyə dayandı? Deyir, çünki bir qəzəb gəldi, bir coşdum və o coşqu ilə, o qəzəblə istəmədim Allahın əmrini icra edim. O coşqu ilə istəmədim. İstədim ki, ilahi niyyətlə olsun bu. İstədim ki, mənə hisslərim hakim olmasın, ağlım hakim olsun. Elə böyük şəxsiyyətlər idilər ki, müharibələrdə olurdular, döyüşlərdə olurdular, amma onlara emosiyaları hökm etmirdi. Bu çox qəşəng bir şeydir. Məsələn, şərq idman növlərində
ustadlar şagirdlərinə təkcə fiziki cəhətlərlə məşğul olmurlar. Daha çox mənəvi tərəflərinə daha çox məşğul olurlar. Yəni siz görsəz, tutalım, bir Kung Fu Shaolinglə məşğul olan bir idmançı görsəniz, onların belə bir fəlsəfəsi var. Birisi şərq idman növlərində fəlsəfə də olur. Onların böyük fəlsəfələri olur. Deyir ki, zahir nə qədər sürətlidirsə, daxil bir o qədər aram olmalıdır. Yəni şagirdlərinə öyrədirdilər ki, sənin sürətin zahirdə nə qədər əllərin sürətli işləyəcəksə, daxilin bir o qədər aram olmalıdır. Normal insanda zahir sürətlidirsə, daxildə 10 qat artıq sürət, gərginlik var. Amma onlara məşq elətdirirdilər ki, sənin daxilində gərginlik olmamalıdır. Döyüşərkən idmançının, döyüşçünün daxilində gərginlik yoxdur. Daxili rahatdır. Amma zahiri plasda sürətlə döyüşür. Deyir ki, bax belə, mən istəmədim ki, emosiyalarımla davranım, hisslərimlə davranım. Cahil, nadan sənin emosiyalarını oyatmaq istəyir, sənin hisslərini oyatmaq istəyir. Ona görə qəfil elə bir söz deyəcək ki, sən coşacaqsan, o zaman dayanacaqsan, hisslərini idarə eləyəcəksən, hisslərin söndürülməsi, emosiyaların söndürülməsi o qədər qəşəng bir şeydir. Bir dəfə uşaqlarla birlikdə söhbət edirdik. Yaşamaq çətindir, yoxsa asandır? Mövzu buydu. Yaşamaq çətindir, yoxsa asan? Qızım dedi ki, əgər hisslərimizi söndürmüş olsaq, emosiyalarımızı söndürsək, yaşamaq çətin deyil əslində. Bütün işləri korlayan emosiyalarımızda, hisslərimiz. Əgər hissləri söndürsək, o bakı opşudan bağlasaq, belə bir səs var. Və salonda yaşamağa nə var? Bir nəfər belə söz dedi, emosiyalarımız coşur, bir məna qatırıq ona, aləm dəydi bir-birinə. Hisslər olmasa yaşamaq çox rahatdır da. Sonra uşaqlar prosesə qoşuldular, dedilər, axı, məsələ, problem budur ki, o emosiya olmasa, opşudan bakı bağlasaq, biz onda məsələn poeziyanın da ləzzətini görməyəcəyik. Bu günləri, məsələn, burada bir söhbət olur, ləzzət alırıq, hisslərimiz qoşulur prosesə. Gözəllikləri də duya bilməyəcəyik axı. Gözəl şeyləri, sevinməyi də biz unudacağıq. Opşudan bağlamaq olmaz da deməli. Ona görə çarə nədir? Çarə kontrolu, bəli, hisslərin kontrolu əlimizdə olmalıdır. İnci xanımın bayaqları qeyd etdiyi kimi, yəni harda, necə, harda, necə. Erik Börün deyirdi də, insan köklənə bilən varlıqdır. İnsanın ayarları öz əlində olmalıdır. Mübahisə var, müzakirə var, görüş var. O görüşə gedəndə emosiyaları qoşursan, gedirsən. Orada elə emosiyanı olmaq lazım. Dostlarla görüşə getmişsiniz, o robot kimi deyirsən, ay qardaş, sıxıldıq biz burada. Orada elə emosional olmaq lazımdır, deyib gülmək lazımdır. Biraz hiperbolik ifadələr deyirlər. Məsəl üçün də cahil tez-tez hiperbolik ifadələrdən istifadə edir. Tutalım, nədir hiperbolik ifadə? Məsələn, var deyirsən ki, mən acmışam, bir də acından qırılıram, ölürəm, titrənirəm acından, uşaq məktəbdən gələndə zəng edir anasına, anacan qırılıram, ölürəm acından falan. Bu hiperbolik ifadədir. Bir var ki, deyir, qarşı tərəf, məsələn, cahili seçmə əlamətlərindən biri bu da, danışanda müzakirə zamanı. Əgər cahil deyirsə ki, sən heç bir sözün başdan başa, kökündən sən yanlışsan, bu hiperbolik ifadədir. Amma alim adam, yəni cahil olmayan insan, o baxır deyir ki, əlbəttə sən haqqı olduğu məqamlar da var, amma bu məsələni deyəsən, sən düz demədin axı belə. Burada görürsən ki, bu adamla nəsə danışmaq olar. Amma adam ki, deyir ki, sən ümumiyyətlə neynəmsən indiyə kimi? Sən heç vaxt mənə dəyər verməmsən. Deyirlər ki, xanımlar daha çox istifadə edir hiperbolik ifadələrdən. Belə deyirlər, yəni, anar babalı sənin boyundan, məsələn, mən demirəm. Psixoloqlar deyirlər ki, xanımlar daha çox istifadə edir. Onlar emosional varlıqlardır deyə daha çox. Məsələn, bir dava zamanı vəssalonda qaşıb deyəcək ki, sən mənə heç vaxt dəyər verməm. Abət dünər filan, yox, bəs sırağa gün filan, yox, sən mənə heç vaxt dəyər verməmsən. Belə ümumi deyir. Ona görə bunu bilmək, ona görə yaxşıdır ki, bilin ki, onlar belə tipik olaraq belədirlər də, elə düşünmürlər. Elə düşünmürlər. Sakit başda oturanda, gedib rəfiqəsindən danışanda, əslində deyəcək, yox, belə oldu, filan oldu, filan. Amma səndən gəlib dava zamanı belə deyəcək. Kökündən vuracaq, məsələn. İndi, insanın kontrolu öz əlində olmalıdır. Yəni, harada emosiyalar qoşmaq, harada qoşmamaq. Harada böyük rolunda olmaq, Erik Börün deyirdi də, harada böyük rolunda, yetkin rolunda olmaq, harada uşaq rolunda olmaq.
Məsələn, elə yerlər var ki, elə müzakirələr var ki, sən ora böyük rolunda gedəndə, özünü elə ayarlayıb gedəndə, orada sülh olur. Orada yaxşı olur hər şey. Amma sən rəqib kimi ayarlayıb gedəndə, orada heç nəyin üstünə bir qırğın düşür. Mən çox vaxt olub belə ağır müzakirələrə, söhbətlərə dəvət olunanda özümü valideyn kimi ayarlayıb gedirəm, bir böyük kimi. Gedirəm və orada qəşəng olur, gözəl olur. Həqiqətən elədir, həqiqətən elədir. Ona görə əhəmiyyəti çıxır ortaya, böyümək vaxtıdır. Həm kitabının, həm təliminin böyümək vaxtıdır. Həqiqətən işi korlayır da bu bəzi məsələlər. Böyük kimi özünü kökləyib gedəndə, böyük kimi özünü kökləyib gedəndə inanın ki, bir çox məsələlər öz həllini tapır. Amma yer var ki, sən orada gərək uşaq kimi gedəsən. Məsələn, ibadət, Allahla qarşı-qarşıya gedəndə özünü əstəğfurullah, böyük kimi kökləyib gedəsən. Sən orada gərək körpə olasan, sən orada gərək uşaq olasan. Dostlarla poeziya oxuyanda, poeziyanı sən özünü böyük kimi kökləyib oxusan, deyəsən, bu nə mənasız sözlər deyib. Bekar qalıblar, bunlar yazmır. Belə deyənlər olur bəzən. Müəllim, oxudum, valla belə falan deyirəm, hə. Çünki sən böyük ayarındasan. Sən bir uşaqla axşam çağı oxu, onda görəcəksən ki, məsələn, vaxtların özü bizim ayarlarımıza təsir edir. Axşam çağı insan uşaqlaşır. Günümüz belə falan, axşam çağı görürsən, başlayır darıxmağa, sıxılmağa, bir daha belə kövrək olub. Deyir, müəllim, dünənləri mən o sözü sizə dedim, heç nə olmadı, axı, bu günləri nə oldu sizə? Deyirəm, hə, dünənləri mən böyük ayarımdaydım, bu günləri o körpə ayarımdayım. İndi xırda bir dənə söz desən, təsirləyəcək sənə. Yəni, bu iş hamısı bizə lazımdır. Biz, çağırışımız o deyil, içimizdə körpəni öldürün. Belə deyil. O bizə lazımdır. Erik Börün deyirdi ki, məsələn, küçə ilə gedirsiniz, rəsmi geyimdəsiz, kostyumdasız, əlinizdə çamadan, işə gedirsiniz. Birdən görürsünüz, orada balaca bir dənə top var, ya kraska qutusu var. Deyir, mütləq əksəriyyət bəylərdən söhbət gedir də, baxacaq o yana bir yana, ona bir dənə təpiy vuracaq. Deyir, o körpə içinizdəki uşaq oldu. Həmən vaxt dərhal ayarlar dəyişdi, siz də o iş adamı filan deyirsiniz də. O topu görən kimi, bəzi şeylər bizi ayarlarımızı dəyişirdir. Bəzi insanlar var, bizim ayarlarımızı deyir, ayarlarımı pozursan sən mənim. Həmən məsələdir. İnsan var, onu görəndə sən ayarların dəyişir. İnsan var, gəlirsən onun yanında, məsələn, biz anamızın yanına gedəndə körpələşirik dərhal. Mən yazmışdım, güclü görünməyə məcbur olmadığın yerlərdədir, kəslərdədir xoşbəxtlik. Hə? Niyə ananın yerin yanın arzulursan? Çünki orada güclü olunmaq, böyük görürsən. Orada getsən öz uşaqlığınla yaxınlaşırsan. Yəni, o nöqteyi nəzərdən insanın emosiyaları onun kontrolunda olmalıdır və həmçinin də nadanla mübahisə zamanı. İnsanın kontrolunda olsa, o deyir ki, belədir, filan şiddətli, hiperbolik ifadələrdən istifadə edir. Sən öz kontrolun əlindədir. Qətiyyən imkan vermirsən ki, emosiyalarla cavab verəsən. Dayanırsan, sakitcə dinləyirsən, haqlı məqamları var. Amma biraz bəlkə bu məsələ var. Bəs buna necə baxırsan? Belə necə baxırsan? Yaxud uzaqlaşırsan, yaxud kənarlaşırsan müzakirədən, mübahisədən. Yəni, dostlar, geniş, çox geniş mövzudur. Əslində, baş qoşmamaq sənəti. Biz çox lazımsız şeylərə baş qoşuruq. Bu həyatda biz çox lazımsız şeylərə baş qoşuruq və təəssüf ki, bu avtomatik baş verir. Bizim şuurlu seçimimizlə deyil. Mənim, bax, narahat olduğum məqam budur. Şuurlu seçimlə deyil, avtomatik olaraq çox lazımsız şeylərə baş qoşuruq və vaxtımızı, enerjimizi sərf edirik, itiririk. Bax, eynən belə bir şeydir də, biz küçədə gedirsən, bir top görürsən, uşaqlaşdın, bir maşın görürsən, böyükləşdin, bir nə bilim nə görürsən, bax, belə ayarlarımız dəyişə-dəyişə gedirik. Öz əlimizdə deyil ayarlarımız. İnsanın öz ayarları, insanın öz əlində olmalıdır. Bu ayarlar çox mühümdür. Bu ayarlar çox mühümdür. Kamil insan mövzusunda danışmışdım illər əvvəl. Orada bu haqda danışmışdım ki, kamil insan mənə görə kimdir? Kamil insan ayarları qaydasında olan insandır. Kamil insan odur ki, onun ayarları qaydasındadır. Onun ayarları qaydasındadır. Ayarlar, nastroyki, ruslar dilər. Nastroykaları qaydasındadır. Bu çox mühüm məsələdir. Ayarlar qaydasında deyilsə mümkün deyil. Bizim
bir printerimiz var idi. Bir dostumuz hədiyyə eləmişdi mənə printer. O qəribə bir printer idi. Yəni öz başına printer idi. Mən onun ayarlarını düzürdüm, qoşurdum ki, məsələn, bu ölçüdə çap eləsin, belə eləsin, eləsin. Və kağızları qoyurduq, çap eləyirdi. Düz bilməyim. Yox, eləyirdi. Yəni mən deyəndə eləyirdi. Sonra avtomatik dəyişirdi ayarları. Mənim də beynimdə bu qalıb ki, da bunu tənzimlədim də ayarlarını. Təzədən qoymuşam bir xeyli kağız filan besmişəm. Özü dəyişdiyi ayarda bu nədir? Çap elə bilsən. İnsanın da yadından çıxır axı. Yenə ayarlayırdım, yenə filan falan. Belə bir şey olmuşdu. Ya zəlzələdən, ya vəvələdən. Bu mənə maraqlı gəldi ki, biz də beləyik ya. İnsan da belə də. Ayarlayırsan, bu ayarına saldın, birazdan da görsən, bir dənə nəsə gördü, təzədən ayarı dəyişdi. İnsanın ayarları qaydasında olmalı. Ayarlar qaydasında olmayanda, yəni müşahidəmizdə olmayanda, ən azından gözümüzün qabağında olmalıdır o ayarlar. Ayarları tənzimləmək lazımdır. Görüşlərə gedəndə, müzakirələrə gedəndə, mübahisələrə gedəndə, ayarları tənzimləyəndə yaxşı çıxmaq olur o. Bu ayarları tənzimləmək budur. Baxın, məşhur bir hadisə var, danışırlar. Mən ayar nümunəsi olaraq göstərirəm. Bu yaxşı texnikadır. Bir tanınmış şəxsi, tayfa rəhbərini tarixdə var ki, tutmuşlar, əsir götürmüşdülər Peyğəmbərimizin dövründə. Əsir götürmüşdülər. O adam elə bir adamdır ki, həmişə Peyğəmbəri təhdid edirdi. Harda tutsam belə eləyəcəm, öldürəcəm, məhv eləyəcəm. Təhqir edirdi, təhdid edirdi və s. və s. Onu əsir götürmüşdülər. Peyğəmbərə xəbər satdı ki, məscidə gətirmişik filan kəsi. Peyğəmbər gəl və qərarını denəndə həmin adam ki var idi, biz onu əsir götürmüşük. Yazılar, tarix nə qəşəng yazdı. Peyğəmbər gəldi, bu adamı belə baxdı. Dedi ki, icazə verin mən bir 2 rəkət namaz qılım, gəlirəm. Bu nədir? Bu ayar tənzimləməsidir. Dedi ki, icazə verin mən 2 rəkət gəlib qərarım. Dedilər, ya Peyğəmbər denəndə tutmuşum falan dedi, yox, gəlirəm indi. Getdi və namazını qıldı, mənə görə ayarlarını tənzimlədi və gəldi. Dedi ki, 3 dənə şey deyəcəm. 3 seçimin var. Sayın bunları biri. Hansını seçsən o? Yaxşı. Dedi, birinci seçim budur ki, səni öldürüm. Ziyanlısan, zərərlisən, təhlükəsən, təhdidlərin və s. Birinci seçim budur ki, səni öldürüm. Dedi ki, ya Peyğəmbər, bu heç doğru qərar deyil. Tayfam belənəm, qisas alacaq, belə eləyəcək. Məncə, bu doğru deyil. Dedi, tamam da sayıram növbətlərini. İkinci seçimin budur ki, səni azad eləyim diyə qarşılığında, fidyə qarşılığında bir qabaq belə bir şey var idi da, qan bahası kimi bir şey. Səni mən azad eləyirəm, əvəzində nəsə verirsənsə. Deyir, hə, bu çox gözəl seçimdir. Bizim buğdalarımız var, arpalarımız var, belə eləyərik, elə eləyərik, çox ağıllı seçimdir. Və üçüncünü Peyğəmbər demək istəyəndə, hətta o tarixdə var ki, o tamahkar sahabələr var. Dedilər, Peyğəmbər, bu yaxşıdır da, gör nə qədər. Dedi, yox, mən demişəm, 3 dənə seçim deyəcəm. Bəs üçüncü nədir? Üçüncü budur, sən elə belə azad edin. Heç nəsiz. Deyir, adam özü dedi ki, ya Peyğəmbər, mən ikinci ilə razılaşmışdım da. Sən niyə üçüncünü? Sən səmimisən? Deyir ki, mən səmmiyim. Tam səmmimi deyirəm ki, üçüncü seçim budur. Dedi ki, təbii ki, mən üçüncünü seçirəm onda. Adam dedi ki, üçüncünü seçirəm. Tarixdə var ki, axıracan gözləyir ki, bu bir hilədir, bu bir tələdir, bu nəsə oyundur. Necə yəni? Mən ikincisini seçmişdim, bu qədər bunlar buğda, arpa qazanacaqlar falan. Bu üçüncü seçimi də təqdim etdi mənə və sözün üstündə dayanır. Adam çıxır, gedir, hayfasına çatır, dayanır və dönür, gəlir. Dönür, qayıdır, gəlir. Mən şokdayım, deyir, bu nədir, bu nə əxlaqdır, bu nə mədəniyyətdir falan. Baxın, nə bunu Peyğəmbərə elədi, o 2 rəkət namaz. Bu maraqlı bir texnikadır. İndi müasir psixologiyada deyirlər də, 10 saniyə texnikası və s. nəfəs almaq texnikası və s. və s. Bu, ən gözəli odur da, mən özüm bundan çox istifadə edirəm. Ciddi görüşlərə gedəndə, o yerdəki qalmaqal ola bilər, o yerdəki belə ola bilər, elə ola bilər. Bir Allahla razı niyaz eləyirsən, Allahla özünü ayarlayırsan, ondan sonra gedirsən, qəşəng olur orada. Çox mübarək olur, çox faydalı olur. Bu formada məsələlərə yanaşmaq lazımdır. Çox lazımsız şeylərə baş qoşuruq, təəssüf avtomatik olur. Kontrolu insanın öz əlində olmalıdır. Kamil insan odur ki, onun ayarları, kontrolu öz əlindədir. Ona görə yoldan çıxanda da tez qayıda bilir. Dərhal qayıda bilir. Mən belə şeylər görürəm bəzən. Yaxında
bir ailə ilə bağlı bir şey eşitdim ki, belə konflikt olub ailələrində, heç gözləmədiyimiz ailələrdən bəzən belə şeylər eşidirsən də. Sən deyirdin belə, hər şey güllük gülistanlıqdır, amma belə bir şey eşidirsən ki, adam təəccüblənir ki, yəni falan. Ki, belə. Amma bir şeydən əmin idim ki, onların ayarları yerində olan adamlardır. Bu qəfil nəsə sapma olub. Ona görə mən nə qədər qəşəng, belə deyim də, müdrikcə dedim. Özünə müdrik demək olar. Sırf bu situasiyada müdrikcə dedim. Özümə sonra onlara təəccüblü gəldi. Deyirəm, yox, burada qeyri-adi bir şey yoxdur. Əslində çox müdrik bir şeydir. Sadəcə mən bilirdim ki, onların ayarları var, qayıtmağın yeri var. Yəni, bir neçə gün içində toparlandılar, yenə hər şey düşdü qaydasına, davam elədilər falan. Yəni, uçuruma getmədi. Nəyə görə uçuruma getmədi? Çünki qayıtmağın bir yerləri vardı, bir hüsnü xətləri var. Bəzən olur da, hansısa səbəbdən yorğunluq olur, nə olur, falan olur. Sən çıxırsan xəttdən kənara. Amma yenə qayıtmağa yer olanda gözəldir. Bax, belə dostlar, ümid edirəm, baş qoşmamaq sənəti ilə bağlı çox geniş mövzunu, bizim qoyduğumuz mövzular çox əhatəli olur bəzi mövzular. Ona görə məni əvvəl bu narahat edir ki, mən bu məsələyə hansı tərəfdən yanaşım ki, vaxt məhdudiyyəti baxımından bu müəyyən çərçivədə müəyyən ən vacib sözləri, ən lazım olan şeyləri deyə bilim dostlara ki, onların həyatına toxunsun. Mən heç vaxt istəmirəm ki, bunlar formal görüşlər olsun. Bütün görüşlərimin əvvəlində deyirəm, getdiyim yerlərdə uşaqlar, gəlmişsiniz bura, dostlar, gəlmişsiniz bura. Bax, bura formal bir şey deyil, hansısa yerdən göndəriblər, gedin falan, yox. Bura gəlmişsiniz, siz də bu fərqindəliklə gəlin. Mən də gəlmişəm ki, mən sizə nə deyə bilərəm ki, bəlkə elə həyatınızın təlimidir. Bu, bir söz eşidəcəksiniz və həyatınıza toxunacaq bu məsələ. Bax, bu kafa ilə, bu zehniyyətlə gəlmək lazımdır. Ümid edirəm ki, maraqlı şeylər danışa bildim. Belə pis deyil idi. Yəni, indi mən sözümü, söhbətimi yekunlaşdırıram. İndi sizin fikirləriniz, təəssüratınız, sözünüz, sualınız olsa, mən sizin qulunuzdayım. İndi nə oldu? Axır, alqışlayaq Süleyman. Baş qoşaq, yoxsa baş qoşmayaq? Nə nəticəyə gəldik buradan? Bir şey başa düşmədik bu təlimin.